videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq olundu. Martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Axar Aza Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 14-21 metr/saniyə təşkil edəcək. Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda da şimal-qərb küləyi əsəcək. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 21-28 metr/saniyə təşkil edəcək. Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-ədək fasilələrlə şimal-qərb küləyi əsəcək. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 201-28 metr/saniyə təşkil edəcək.